Salam, mən Zabit Rənglər, mən Cəmiyyət Əməliyyat Kimya müəlliməsi. Bugün sizə həll olma əmsalı, məhlul bölməsindən həll olma əmsalının izahını verim. Gəlin görək həll olma əmsalı nədir? Həll olma əmsalı KH-la ifadə olunur. Vahidi qram böl litrdir. KH bərabərdir, düsturumuzu yazsaq. KH bərabərdir maddə böl su. Buyurun. Bu nə deməkdir? Yəni biz 1000 qram suda nə qədər maddə həll edə biliriksə, həmin maddənin kütləsi həll olma əmsalı adlanır. Yəni biz 1000 qram suyu nə qədər maddə ilə doymuş məhlula gətirə biliriksə, bu maddə bizim həll olma əmsalımızı verir. Məsələn, tutaq ki, həll olma əmsalımız 500-dür. KH bərabərdir 500-ə. Bu nə deməkdir? Yəni bu 500 qram KH-ı biz necə alırıq? 1000 qram suda həll edə bildiyimiz maddənin kütləsidir. Yəni belə başa düşə bilərik ki, 1000 qram suyu biz doydurmaq üçün neçə qram maddədən istifadə ediriksə, həmin maddə bizim həll olma əmsalımız hesab olunur. Məsələn, tutaq ki, məsələlərdə daha çox rast gəlirik nədə? Həll olma əmsalı məsələn 600 olan, deməli, məhlulun kütləsi. Əgər KH-ımız bizim 600-dürsə, deməli bu bizim maddəmizdir. Biz onu nə qədər suda həll edə bilərik? 1000 qram. Onda bizim məhlulumuz edir 1600. Deməli 1600 qram məhlulun 600 qram maddə, 1000 qram isə su deməkdir. Məsələn, tutaq ki, deyir, həll olma əmsalı 600 olan KH, yəni 600 olan məhlulun 800 qramında nə qədər maddə var? Əgər KH 600 verirsə və bu 600-dən mən 1600 qram məhlul alıramsa, onda bizim 1600 qram məhlulumuz, əgər 600 qram içərisində maddə saxlayırsa, 800 qram məhlulumuz X olacaqdır. Bu da deməli 300 qram maddə edir. 800-ün deməli 300 qramı maddədir, yerdə qaldı 500 qramı suyun içərisində. İndi gəlin KH-la omeqanın əlaqəli düsturlarına baxaq və anlayışlarına baxaq. Məsələn, KH əgər 1000 qram suda həll edə bildiyimiz maddədir. Yəni KH 1000 qram suda həll edə bildiyimiz maddədir. Bəs omega nədir? Omega deməli maddə böl məhlul vur 100%. Yəni bizə faizi hər zaman verən nədir? Maddədir. Suyun faizi bilirsiniz ki, sıfırdır. Baxın, tutaq ki, mən deyirəm omega 20%-dir. Bu nə deməkdir? Bizim hər zaman məhlulumuz 100% olur. Məhlulumuz 100%. Əgər onun içərisində 20% maddə varsa, deməli o 100 qramın 20 qramı maddədir. Yerdə qaldı 80 qramı suya. İndi burada diqqətlə bax, burada olmalıyıq ki, bizə faizi verən, yəni nə oldu? Maddə. Onda da bu düsturda omeqanı bizə verən nə oldu? Maddə. Burada KH-ı bizə verən 1000 qram sudakı maddəmizdir. Burada isə maddəni bizə yəni omeqanı göstərə bilər. Yəni maddə nə qədərsə bizim faizimiz məhlulda o qədər çıxır. İndi baxın, bu iki anlayışları bildikdən sonra KH-la omeqanın əlaqəli düsturunu daha rahat yadda saxlaya bilərik. İndi gəlin əlaqəli düsturu yazaq. Məsələn, KH bərabərdir maddə böl su vur 1000. Mən burada KH-ı bərabər götürürəm maddəyə. Daha sonra digər düsturumuz omega bərabərdir maddə böl məhlul vur 100%-ə. Bayaqki kimi, yəni omeqanı maddəyə bərabər eləyirəm, omeqanı maddəyə. Çünki mən omeqanı maddədən alıram. Bunları bərabərləşdirdikdən sonra düsturumuzu daha rahat yadda saxlaya bilərik. Məsələn, onda mən KH-ın yerinə, əgər KH-ı omega ilə əlaqələndirmək istəyirəmsə, onda KH bərabərdir maddənin yerinə omeqanı qoyaram. Bizim məhlulumuz 100-dür. 100-dən mən suyu almaq üçün çıxaram, içərisindəki maddəni, yəni omeqanı vuraram 1000-i. Bu KH-ın omega ilə əlaqəli düsturudur. İndi digər düsturumuzda isə omega maddənin yerinə yenə KH-ı qoyaram. KH məhlul almaq üçün mən bayaq nə dedim? KH-ı 1000 qram suda həll etsəm mənim məhlulumdur. Onda KH plus 1000 vur 100%. Deməli, omega ilə və KH-la bağlı əlaqəli düsturlarımız və KH-ın ən əsası maddə ilə əlaqələndirsəniz, KH məsələlərini daha rahat işləyə bilərsiniz. Bu kimi videolara davam istəyirsiniz, zəhmət olmasa kanala abunə olun.